İlk növbədə təşəkkürdən başlamaq lazımdır. Dəvətiniz üçün və bu qədər adam yığışıb gəlibdir. Haqqınızı halal deyin, əgər yetərli dərəcədə qarşılıq ala bilməsəz. Bir də gözlənti həmişə mane olur. Mən həmişə gözləntiləri aşağı salıram. Çünki gözləntilərin yüksək olması da bizi naşükürlüyə sürüyən bir məqamdır. Hardan başlamalı mövzusuna mən belə yanaşıram ki, insanların taleyləri dağım-dağımdır. Həyatları dağım-dağımdır. Bu dağıntını dizayn etmək üçün, düzənə qoşmaq üçün, qoymaq üçün insan həyatına şükranlıqdan başlamaq lazımdır. İndi bəlkə də həyatımın ayrı-ayrı periodlarında, bəlkə 1-2 il bundan əvvəl başqa söz deyərdim, bəlkə 5 il sonra başqa söz deyəcəm, bilmirəm. Amma bugün mənim üçün aktual olan budur və bunu az qala hər yerdə deyirəm. Bəlkə biraz bezən də ola bilər bundan. Özüm bezmədiyim üçün deməkdə davam edirəm ki, şükranlıqdan başlamaq lazımdır. Allah da mənə Şükrov familiyası verib. Bundan da çox məmnun olmağa başladım son vaxtlar. Ki, yəqin ki, daima bu məqamı xatırlayım deyə. İnsan həyatında, öz həyatımın üzərində bunları öyrənmişəm, bir də yaxın adamlarımın həyatından öyrənmişəm. Ümumiyyətlə, bu oxu əmri ki var, Qurandan gələn, oxumağı mütləq yaxın mətnlərdən başlamaq lazımdır. Ya da mətni çox yaxınlaşdırıb oxumaq lazımdır. Məsələn, fikir vermişsiniz, adamlar dini kitabları illərlə oxuyurlar, 20 il, 30 il. Və 20 il, 30 ildən sonra o kitabın dərin qatlarına girməyə başlayırlar. Əvvəlcə tanış olurlar, kitabla yaxın olurlar. Kitabla yetərli qədər yaxın olandan sonra onun alt qatlarına girməyə başlayırsan. Rəsm əsərləri ilə də belədir. Dərin musiqi parçaları ilə də belədir. Amma yetər ki, o mətin dərin olsun. Məsələn, Quranın mətni yetərli qədər iddialıdır. Deyirsiniz, belə bir mətin yarada bilməzsiniz. İddialı adam görəndə çoğu zaman insanlar üstünə hücum çəkirlər. Sevmirlər iddialı adam, təvazökarlıq görmək istəyirlər həmişə. Güya ki, hər kəs axtarışda olmalıdır. Filosofların hamısı axtarışda olmalıdır, tapanı olmamalıdır bunun. Bu da bir qəribə bir şeydir. Deyirəm, mən tapmışam. Hərdən mollanın anekdotu ilə cavab verirəm ki, o bir pərdəni tapır, başlayır onu çalmağa. Mən də haradasa hər yerdə hərrəni fırlanıb şükranlıqdan danışıram. Çünki o pərdəni tapmışam. Gülməli də olsa, nə də olsa və onun dərinliyi məni cəlb edir. Və dediyim kimi, kitabla da tanış olmaq lazım. Bir də yaxın adamların ömründən, onların taleyini oxumaqla həqiqətə əmin ola bilərsiniz. O əminlik oradan gələcək və öz ömrünüz. Onda görəcəksiniz ki, Allah həqiqətən ədalətlidir. Heç bir ədalətsizlik olmayıb sizə qarşı. Ağlı çaşdırmaq olur uzaq hekayələrlə. Ona görə haradasa yazıçıları oxumamağı məsləhət görürəm. Uzaq hekayələr danışırlar sizə. Çoğu zamanda o yazıcı nə qədər, məsələn, klassiklər var ki, günlərin bir günü anladım ki, yalan danışır. Çexov yalan danışır. Şər atrətdə. Dahi deyə. Dünya klassikasını. Dostoyevski yalan danışır. Kafka yalan danışır. Dahidilər hər yerdə portretləri asılıb. Uzaq hekayələr danışırlar. Yaxın ola bilməyiblər heç özlərinə də, yaxın hekayədən kainatı oxuya bilməyiblər. Ona görə də yanlış nəticələrə çıxıblar. Yanlış hekayələr oxumaqdansa, yaxınızda olan qohum, qardaş, əmi, bibi, xala, oğul, uşaq, qız, gəlin, bunların həyatını oxuyun.
onlar sizə daha yaxın kitabələrdir və nə töküblər aşlarına, nə də çıxıb qaşığına həmən görə bilirsiniz. Siz olursunuz, özünüz olursunuz yazıcısı bu hekayələrin və heç kimi də aldada bilməzsiniz. Yazıçının da işi əslində bu olmalıdır. Göstərməlidir ki, bu adam nə tökdü qaşığına, aşına və nə də çıxdı qaşığına. Əgər bunu göstərmirsə yazıcı, yanlış nəticələrə gətirib çıxarırsa, yanlış oxumalar, elə qəribə suallar doğurur ki, Ömər Xəyyamda bir belə komik rübai vardı. Allahım, bütün yaramazlar yaxşı yaşayır, nə deyirsən, mən də yaramaz mı olum? Bu belə bir yanlış oxumanın nəticəsidir. Onu komik şəkildə verir orada. Ömər Xəyyam dahi bir insan. Və bu şükranlıq məsələsi. Şükranlıq da birinci sözdən başlayır. Quranda qul ilə başlayan ayələr var. İndi ərəb dili, mən bilmirəm, burada bilənlər var şübhəsiz ki. Mən tərcümələrdən oxumuşam. Amma o de, uşağa bir şey alıb verirsən, valideyni o de, nə deyərlər? Sağ ol, uşaq, sağ ol. Məsələn, ürəyindən gəlmir. Məcbur edir də, etiketdir, sağ ol. Çoxumuz o səviyyədən yuxarı heç vaxt qalxmırıq. Ayıb bax budur. Minnətdarlıq duyğusu böyümür. Minnətdarlıq duyğusu, şükranlıq duyğusu böyüməyən ordu insan, xəstə insanlar yaranıb. Sonra bu ordu xəstə insanları manipulyasiya eləyirlər siyasətçilər. Onların narazıçılıqları, onların yanlış yerdə durmalarından istifadə edib özlərinə ordu düzəldirlər. Şeytani ordular. Çünki bu adamlar xəstədirlər. Bu adamlarda şükranlıq yoxdur. Və şükranlığı olmayan adamlar həqiqəti də görə bilmirlər sonra. Ona görə Allah deyir ki, məsələn, bu valideyndir, buna minnətdar olacaqsın. Var bu burada, vermişəm sənin həyatında. Buna minnətdar olacaqsın. Bu da mənəm. Hər şeydə mən verirəm. Amma sən görmürsən bunu. Eyni vaxtda görmürsən. Valideynini görməyən Allahı da görmür. Eyni vaxtda görmürlər. Ona görə sənə daima təkrar edir. Bax, bu valideynə şükür eləyəcəksən, təşəkkür eləyəcəksən. Burada da Allah var. Sonra yavaş-yavaş adamın qəlbi qaraltı görməyə başlayır. Ya işıq görməyə başlayır, 2 dənə. Və həyatınızda bir çox şeylər də var. Onları da görün. Mən başladım buna dərinləşməyə. Günlərin bir günü yadıma düşdü ki, uşaq vaxtı məktəbdə bizi aparıb dişlərimizi yoxlatdırırdılar. Hıçqırıq boğdu məni, inanırsınız. Dedim, mən dəli oluram, bu nədir bu? O qayğını hiss elədim, kövrəldim. Hansısa bir dövlət qurumu gəliblər, ya bizə bir balıq yağı verirdilər, düzürdülər sıraya ki, xəstələnməyək deyə. Balıq yağı verirdilər, bitkiyə də belə çörək verirdilər, ürəyimiz bulanmasın. Yadıma düşür bu qayğılar, kövrəlirəm. Nə gözəl duyğulardır. Mətbəxdə krantı açıram, çox geç su çəkdim. Mən kənddə yaşayıram, Coratda. Ora köçəndən 8 ay sonra mənim desə suyum oldu. Və o periodda suya o qədər həsrət qaldım ki, üstündən artıq 20 il keçibdi. Krantı açıram mətbəxdə, su oradan axır və gülmək tutur sevincdən. Ki, buna bax ha, su axır. O bulağın başını qazıb, o çör-çöplə dolubdur şükranlıq bulağı adamın qəlbində. Onu açıb təmizləmək lazımdır. O bulaq axmalıdır. Adamlar ona görə xəstələnirlər. Şükranlıq yoxdur. Sonra deyir, mən mutlu olmaq istəyirəm. Sənə nə desəm ki, sən mutlu olasan? Sənin ürəyin disfunksiyadadır. Sənin ürəyində şükranlıq yoxdur.
Nəyi sən müalicə edeyim, nətər müalicə edeyim səni? Evlənirlər, sevirlər bir-birlərini, ölürlər bir-birlərinin ötürü. Ulduz dərirlər göydən bir-biri üçün. Mesajın biri bir qəpik. 3 il keçir, elə bir yad adamlardılar. Bilsiz niyə xatırlamırlar? O sevgidə yaşadıklarını, bir-birini nətər tənhalıqdan qurtardılar. Nətər doğmalıq gəldi həyatlarına, gözəllik gəldi həyatlarına, işıq gəldi həyatlarına. Xatırlamırlar bu hekayəni tez-tez. Unudurlar, sağ ol demirlər buna görə. Ki, bunu sənə Allah verdi. Əvvəllər gedirlər, nikah bağlayırlar. Ya kilsədə, ya sinagogda, ya məsciddə. Allahı şahid çağırırdılar. İndi elə bir ki, mal alırlar, üzr istəyirəm. Xoşuna gəlmədə apar qaytarır. Hər yerdən də deyirlər, köynəni gətir, yenini apar. İstehlak cəmiyyəti dəyərləri. Və əminəm ki, ailələr də oradan dağılır ki, insanlar bir-birlərinə qarşı şükran deyirlər. Həyatlarında o qədər yaxşı şeylər olur adamların. O qədər. Lağ obyektinə çeviriblər. Hərdən hansısa bir dindar durur, söhbət edir ki, baxın, deyir, əliniz, ayağınız, nə bilim, içdiyiniz hava azad. Şablona dönübdür bu. O şablon pərdəsini aşa bilmir adam. Sözdür bunlar hamısı. Onlar üçün hamısı sözdür. Çünki ürək disfunksiyadadır. Və şükranlığı oyanmamış adama sən heç nə verə bilməzsən. Heç həqiqət də verə bilməzsən ona. O həqiqətin də qədrini bilməyəcək. Bir zen ustadı vardı Çində. Adlarını xatırlamıram. Tələbəsi ilə bir dəfə bağçada gəzəndə birdən maraqlı bir yerə gedirlər. Söhbət maraqlı bir nöqtəyə gedir və tələbə orada bir kiçik bir nirvana yaşayır. İşıqlanır beyni. Müəllim də hiss edir ki, yaşadı bunu. Nəysə, üstünü vurmurlar. Addımlayıb keçirlər. Səhərsi gəlir, görür ki, tələbə həmən yerdə qazıyıb ağac bastırır. Küknar ağacı. Deyir, nə əkirsən burada? Deyir, ya şam ağacı. Şam ağacı əkirəm. Niyə bu parkda şam ağacı çoxdur da? Nə ehtiyacı vardır? Elə belə əkirəm də dibini bir şey deyir, bərkidir. Müəllim də baxır, deyir, nə qədər ki, sən kimi köpək oğullar var, mənim elmim ölməyəcək. Qədir ağacı əkir. Həqiqəti orada alıbdır. Orada rastlaşıb həqiqətlə. Şükranlığın ifadəsidir. Deyir, mənə bir balaca bir şey öyrədən, quluyam falan bir sözlər var ortaqda. Şükranlığın ifadəsidir. Yoxdur adamlarda şükranlıq. Ona görə daşı daş üstə qoymaq olmur. Quranda deyilən kimi toxuduğunu daima sökən qoca arvadın ağlındadır adamlar. Toxuyur, sökür, toxuyur, sökür. Bir sırala, bir bitir bir işi. Bir daşı daş üstə qoy görək bir nə bina tikirsən. Adamların ömründə tikinti getmir. Ömür bitmir. Bayaq İlqar müəllimlə danışırdım. Deyirəm, gənclərdən bir şey tələb olunmur da. 50 yaşlı üstülərdən mən bir şey tələb eləyirəm. Niyə tikməmsən evi? Evin tikilsin. Niyə sözün yoxdur sənin? Sən bu dəqiqə işləməlisən. Dünya sizlərin çiynindədir. Fərqində olsaz da, olmasaz da, dünya sizin çiyninizdədir. Adam özünü balaca hesab edir çox. Adam alışıb balacalığa. Uşaq mövqeyindən nə qədər baxarlar dünyaya. Bunu da ideya. Uşağa qayıtdı bəşəriyyət, bilirsiniz niyə? Çünki böyüklüyü bir şey deyil bunun. Yenə nə var idisə uşaqda var idi. Qayıtdılar, təzədən başladılar uşağı vəsf eləməyə. Hansı ofisə gedirsən uşaq şəkli. Bir dənə uşaqdan pozitiv bir şey gəlir. Böyüklərin üzünə baxlası deyil. Gözəllik yox, işıq yox, şikayət ruhu həp. Bədbəxtlik
hakim olub onlara. Uşağın şəklini qoyur ki, oradan bir pozitiv bir şey götürsün. Einsteynin heykəlini qurublar hardasa, bilməm, Harvardda uşaq kimi, iməhləyən uşaq kimi. Qəşəngdir. Amma burada böyütmək olmaz bunu. Uşaqlıq çox önəmli bir perioddur həyatımızda. Çox yaxşı görürdük uşaqlıqda. Bilirdik ki, hansı xala yaxşı xaladır, hansı əmi yaxşı əmidir. İntuisiya ilə görürdük. Kirli baxışları görürdük həmən o. Mənim yadıma gəlir, kirli baxışları uşaq olanda çox qəşəng görürdüm. Heç bir elmim zadım yox idi, psixoloji hazırlığım yox idi, fəlsəfə hazırlığım yox idi. Necə görürdüm? Bunu biz bilirdik. Sonra ağlımız böyüdükcə qandırdıq özümüzü. Başqalarını da qandırmağa başladıq. Çünki özümüzdən ayrıldıq. İndi tamam, bu uşaqlıq xəzinədir. Amma uşaqdan yuxarı qalxmaq lazımdır. Sorumluluq daşımaq lazımdır. Məsuliyyət daşımaq lazımdır. Bu dünyanı bizə tapşırıblar. Bu dünyanın bir bağbanı olmalıdır. Bunun bir iş görəni olmalıdır. Müsəlmanların ölkəsində hamı şikayət edir. Xristiyanların ölkəsində hamı şikayət edir. Buddistlərin ölkəsində hamı şikayət edir. O problem var, düzəldin də. Üzünüzün gözəlliyi ilə qova bilərsiniz bütün çirki yer üzündən. Bir balaca resurs tapdı mühəndis Qandi. Dedi, biz bütün yad elliləri qova bilərik ölkəmizdən. Oturacaq belə, bax eləsən, qovacaq olar. Oturmağımızdır. İnsan ruhun gücüdür o. Mühəndis Qandinin şeyi odur. Çox az adam evi tikilir də o yaşa. Çox az adam ruhdan doğulur. Ona görə də pis şeylər var, düzəldin də, siz də düzəldin. Biriniz müəllimsiz, yaxşı müəllimlik eləyin. O biriniz mühəndisiz, yaxşı mühəndislik eləyin. Pis iş çıxmasın əlinizdən. Və o işi görürkən elə bilin ki, dünyanı düzəldirsiniz. Süpürgəçisizsə, yolu süpürmürsünüz, dünyanı süpürürsünüz. Bənnasızsa, sadəcə bina tikmirsiniz, dünyanı qurursunuz. O şuurla, o fərqindəliklə, o gözəlliklə. İnsanlar buna getmədilər. İnsanlar, yəni, həyat dağım-dağımdır. Ömürlər, talihlər dağımda. Uğursuzluq dəhşətdir. Və ən çox karyera qazanmış adamların həyatı ən çox dağım-dağımdır. Elə bir dünya qurmuşum. Ən çox bədbaxt olan məktəbdə ən yaxşı oxuyanlar. Yəni, oxumayan bir təhər özünü qurtarıb da müəllimlərin əlindən, cəngindən xilas edib də özünü. Mən özüm əlaçı olmuşam, bilirəm nə olan şeydir. Onu görürəm ki, əlaçıların içindən nadir ağıllı adamlar çıxır. Qanunla əlaçılar hamısı ağıllı olmalıdır. Amma əksərən şikəst olmuş adamlardır. Nə qədər bu adamın üzərində başqaları işləyirsə, bir o qədər o məhv olur. Adamın üstündə Allah işləməlidir. Onun üçün də gələ özü verəsən Allaha da. Və ya ustadlar işləməlidir. Onlar da təmiz, doğru, düzgün ustad olmalıdırlar. Onda onlar sənə, Lao Tzu deyirdi, müdrik iş görmədən iş görür. Müdaxilə eləmədən müdaxilə edir. Məqamında balaca bir belə toxunuşla. Müdriklər toxunuşla iş görürlər. İtələmirlər. Yadınıza gəlir Balaca Şahzadə Exupery'nin əsəri. Orada hərlənir Fıran, o Exuperi orada bir şeyləri başa düşür, bir şeyləri başa düşür. Amma çox maraqlı hekayə qurubdur. Gəlir bir adama çıxır, padşahdır bu, kraldır. Deyir, mən bu planetin kralıyam. Deyirsən, neyinsə, mən əmr verirəm hamıya, mən əmr verməyi xoşlayıram. Amma o qədər də axmaq kral deyildi, onu biraz komik təsvir edir Exuperi. Amma o qədər də axmaq deyil.
Deyir, məsələn, sən nə əmr verirsən? Bax, mən çox maraqlıdır, İbrahimin söhbəti çıxır orada. Deyir, bax, günəş həmişə şərqdən doğur, qərbdə batır. Sən elə eləyə bilərsən ki, məsələn, indi o cür demir, deyir ki, məsələn, günəş indi əmr eləyə bilərsən ki, günəş batsın indi. Deyir, mən əmr eləyə bilərəm günəşə batsın. Necə? Deyir, belə. Məsəl üçün, saat 8-ə 5 dəqiqə qalmış, mən əmr eləyəcəm, günəş batsın. Deyir, 8-ə 5 dəqiqə qalmış, günəş özü batacaq da. Deyir, elə əmr verməyin ən yaxşı vaxtı da odur. Deyir, mən gedirəm, mən sənə əmr eləyirəm, get. Deyir, yox, mən qalıram, onda əmr eləyirəm, qal. Nə qədər komik də olsa, müdriklərin işi budur. Müdrik yalnız hazır olanda birisi birdən itələyib sala bilər səni okeanın içinə. Düzdür, şappıltı ilə düşürsən o vaxt. Amma qırağına gəlmişdin də. Qırağına gəlməyən eləmir. Çiy, yaş odunu heç kim yandırmır. Odun bişməlidir. Bişir, ondan sonra müdrik bəlkə bir spiçka çəkir orada. Bir spiçka çəkir, yandırır onu. Amma o vaxta qədər, yəni insan çox iş görə bilməz. Müəllimlər neyinir? Şikəst edirlər uşaqları. Bütün pedaqogika 3 qəpiyə dəyməz. Tam məsuliyyətlə deyirəm. Qoy desinlər ki, müəllim qara görükçüdür. Mənim 30 ildən çox pedaqoji stajım var. Bütün pedaqogika elmi bir köpüyə dəyməz. Bir köpüyə. Daha çox zorakı tezlik üzərində qurulubdur. Adamdan nəsə düzəltmək istəyirlər. Yox. Konfutsi deyir ki, qoyunu qırxarsan, pələngi də qırxarsan. Təxminən eyni bir heyvana oxşayarlar. Amma onları bir imkan ver, tükləri çıxsın, görəcəksən ki, bu qoyundur, bu da pələngdir. Bunlar fərqli varlıqlardır. Müəllim gərək görsün ki, bu uşaq kimdir? Qarğadırsa, ona qarğa olmağa kömək eləmək lazımdır. Qartaldırsa, qartal olmağa kömək eləmək lazımdır. Qarğadan qartal düzəltməzdir. Amma yine qayıdıram. Bütün bunların başında hardan başlamalı? Şükranlıq sözlərini deməlidir əvvəlcə insan. Və Quran o qırmızı xəttdə, dünən birisi mənə sual verdi ki, din nəyə lazımdır ki? Və mən Allaha inanıram. Din nəyə lazımdır ki? Deyirəm ki, orada qırmızı xəttlər var. O qırmızı xəttlər çox böyük bir lütfkarlıqla verilibdir. Bütün dini kitablarda var. Xristiyanların da kitablarında var, Buddistlərin də kitablarında var, Konfutsiyun da kitabında var, Buddada da var, Quranda da var. Sən də bu məmləkətdə doğulmusan, sənə yaxın olanı Qurandır, götür oxu. O qırmızı xəttləri qorumaqla doğru inkişaf eləyə bilərsən sən. Sənin qəlbin, ruhun doğru böyüyə bilər. Sən o xəttləri hardan öyrənə bilərsin ki, özün özünə? Bunun faydası budur. Və o kitab da deyir ki, məsələn, ata-anava uf deməyəcəksin. Konfutsi da bunu deyir. Eynən belə deyir. Eramızdan əvvəl 5-ci əsrdə. Çünki bu olmazsa olmaz qırmızı xəttdir. Bunu plagiat edib bir-birindən götürməyiblər. Bu, insanın kitabında yazılıbdır. İnsanı Allah yaradanda bunun matrisasına qoyub bu. Ki, sən yaxşılıqlara qarşı həssas olmalıdır sənin ürəyin. Bu həssaslığı böyütməlisən. Başda valideyni və qayğılı. Çünki valideyni sevmək çətin məsələdir. Valideynlər ideal deyirlər. Onlarla necə davranacaqsın? Dünyadakı bütün yaramazlar da valideyndir, yaxşı adamlar da valideyndir. Bunlar kimisə sınaqlarıdır evdə. Bunlar kimisə sınağıdır. Hansı evladların sınaqlarıdır. İndi bunu ilə necə düzəldəsən münasibəti? Və düzəldə bilmirsən valideynlə münasibəti. Allahla münasibətin də düzəlmir. Valideynlə münasibət pozulur, iş yerlərində həmişə müdürlərlə münasibətin problemli olacaq. Mən bunu öz həyatımda görmüşəm. Həmişə. Rəislərlə həmişə problem. Elə bir ki, bəddiyə düşmüsən.
Amma məsələ orada düzəltmək istəmirsən o nöqtəni. Ki, deyir, düzəldin bunu. Çünki o sizə o yaxşılıqları eləyib və cəmi yaxşılıqları eləyəni də ən azı bu yaxşılıq eləyənləri görəndən sonra görə biləcəksən. Sən bunlara qarşı körsansa, sən körluğu müalicə eləməlisən. Ona görə öncə doğru sözləri deməyi öyrən. Hələ sünidir bunlar. Hələ riyakarcasınadır. Amma elə süni sözündən də qorxmaq lazım deyil. Məsələn, namaza qalxmaq, Allaha o sözləri demək, deyir, məni bol-bol öyün. Ateistlər deyir, buna bax, deyir ki, bol-bol öyün. Bu nə vəziyyətdir belə? Sən hələ bunu öymək istəmirsən, başlayırsan öyməyə. Hə də, sünilik var burada. İnsan süni başlayır həyatına. Hələ bu buna çatmayıbdır. Amma elə bunu. Və öləndə bu adam buna süni nəfəs edirlər. Sonra qalxır, minnətdar da olur o həkimə ki, nə yaxşı ki, mənə süni nəfəs elədin. Ağızdan ağıza. Özüm nəfəs ala bilmirdim. Niyə bu süni sözü o qədər qorxudur? Hə, bir period süni olacaq. Bir period qalxacaqsan, o səhər axşam Allaha xoş sözlər deyəcəksən, özün də hələ inanmırsan buna. Ata-anava yaxşı sözlər deyəcəksən, özün də hələ inanmırsan. Var yaxşı evladlar. Məsələn, mən İlqar bəyin anasına yazdığı şeirləri oxumuşam. Çox xoşuma gəlib. Mən elə evlad olmamışam. Amma məsəl üçün, bəlli yaşımdan sonra anama hər sözünə can deməyə öyrəndim. Asan deyildi. Mənim anam xarakterli qadın idi. Allah ona rəhmət eləsin. Ona can deməyə öyrəndim. Özümü öyrədirdim. Sonra yavaş-yavaş o mənanın içine girdim. Sonra başa düşdüm ki, bu nə üçündür? Bu elə bir gerçəklikdir ki, çox qarışıq bir durumda dünyaya gələ bilərsən sən. Amma o gerçəkliyi sənə xəbərdar deyirlər, bunu görməlisən sən. Sən özün cəhənnəmə atarsan aylanda. Ki, mən nə qədər nankör olmuşum. Tibetin Ölülər kitabında cəhənnəm haqqında belə bir şey deyirlər. Deyirlər ki, dərk eləyin ki, cəhənnəmdə əzabı siz əslində özünüz verirsiniz. Maraqlı bir sirr açılır orada. Sən özünə bağışlamırsan. Sənin içindəki gözlər açılır və sən deyirsən ki, bu yaramaza bunu bağışlamaq olmaz. O vicdanın əzabıdır. Durdura bilmirsən onu. 1000 kəz özünü öldürürsən. 1000 kəz özünü yandırırsan. O elə bir dəhşətli bir acıdır. Ona görə böyük lütfkarlıqla deyirlər ki, şükran ol inan. Və o sözdən başlayır, sonra əmələ keçməlidir. Əmələ keçir, başlayırsan yaxşılıq eləməyə. Şükranlığın ən təbii forması yaxşılıq eləməkdir. Mən eləyiblər, mən də eləyirəm. Şükran olmayan adam yaxşılıq eləyənmir. Sistematik halda adamın kimi danışdırırsan, deyir ki, mən yaxşılıq eləyirəm. Nəyəm, keçən ildə kiməsə 10 manat pul veribdi. Deyirəm ki, sistematik olaraq elə. Süni gələcək sənə. Hər ay elə. Hər ay ayırgılan bəlli bir summa, bil ki, bunu yaxşı işlər eləyir. Ən əziz olan şey sənin pulundur. Elə. Birazdan görəcəksən ki, kömək elədiklərin əslində sənə kömək eləyirlər. Sənin ürəyi funksiyasını qaytarırlar. Sən şükranlığı diriltmiş olursan. Ürəyin birbaşa masajıdır xeyir əməllər. Əgər nəfəs sözlə bağlıdırsa, bu ürəyin birbaşa masajıdır və ürək belə yavaş-yavaş belə vurmağa başlayır, dilindən də doğru sözlər çıxır və o zaman fikir də bunu anlamağa başlayır, bunun gözəlliyini görməyə başlayır. Bu triada ilk dəfə Zərdüşt deyib bunu, təmiz fikir, təmiz söz, təmiz əməl birliyi. Ki, bu üçündəki bütövlüyə nail olmaq çox çətindir. Bu üçündə bütövlüyə nail olursan, ondan sonra sənin dilində açılır. Lallar deyir, nicat tapmayacaqlar. Quranda ayə var, bilirsiniz.
Bu danışa bilməyənlər deyil. Adamların çoxsu bilirsiniz niyə laldır? Günahlarına kör olublar. Tövbə eləməyə də cəsarətləri çatmır. Danışa bilmirlər. Elə bilirlər ki, danışa bilmirlər ona görə ki, savadı yoxdur. Çoxu mənə yaxınlaşdı deyək ki, mən hansı kitabları oxuyaq? Buraxın kitabları. Bu maarifçilik yıxdı, sürüdü cəmaatı. Məhv elədi. Elə bilirlər ki, yaxşı söhbətlərin yazıldığı bir kitab var özəl. Oradan oxuyacam, mən də danışacam. Yox, motor işə düşməlidir. Ürək vurmur. Ağılda yaddaş olaraq, məktəblərdə ölü yaddaş yetişdirirlər. Demək olar ki, hər videomda danışıram bundan. Ölü yaddaş. Elə bilir ki, insanı buradan dirildir. İnsanı buradan diriltmirlər, insanı buradan dirildirlər. Bura işləmir, bura köməkçidir. Savad köməkçidir. Sən heç savadın olmasa belə bülbül ola bilərsən. Bülbülün zaten nə savadı var? Gördüklərin, yaşadıkların yetər sənin bülbül kimi cəhcəh vurmağa. Adamların dilədilər ağızlarını tupikə. Yanlış bir yerə yönəltdilər. Savaddan, oxu. Xəstəlik yaranıb, adamlar oxuyurlar elə, səhər axşam oxuyurlar. Bir-birinə kitab tövsiyə verirlər, eləyirlər. Ən çox yeyirlərində, ən çox da oxuyurlar. Hər ikisi problem yaradıb. Obezite yaradıb bu birisi. Sonra gedirlər salona ki, pul xərcləyirlər ki, arıqlasınlar. Bəşəriyyətin heç bir vaxtında belə şey olmayıb. İnsanlar arıqlamaq üçün pul verirlər. Cəmaat güclə tapırdı o neməti. Bütün əsrlər elə olubdur. Bütün dillərdə arıq sözü xəstə sözü deməkdir. Rus dilində xudoy, od slova xuda, daxadyaga. Türk dilində zəif, zayıf. Zəifdir də bu, zayıfdır. Öləcək bu dəqiqə. Kök adamları təsvirləyəndə, Allahın hər şeyi verib buna, köktür bu. Kefi köktür bunun. Eləmi? Sözdə belədir. Buddanı məsələn təsvir edirlər, kök. Gerçi Budda yazdı o qədər ac qalırdı ki, oruç tuturdu daima. Kök təsvir edirlər, Çinlilər onu. Ki, yəni bunun hər şeyi var və xoşbaxtlıq köklüklə bağlıdır. Kefi köktür adamın. Çünki onun Allahı var. İndi gəlib o vəziyyətə çatmışıq ki, arıqlamaq üçün də pul xərcləyirik. Hardasa bir zal olmalıdır beyni təmizləməyə də. Müəyyən mənada bəziləri qulaq asır, mən belə qısıq tizerlər qoyuram, bir də birisi yox. Bu nətər müəllimdir, bu deyir oxumayın ha. Cəhalət qoxur. Hər yerdə başqasını eşidib baxır. Tam başqa bir şey eşidib. İndirəm ki, yaxşı, bəsdirin, oxumayın. Şey oldu da, pozuldu sizin iştahınız. İdrakim iştahını qoymurlar özü. İnsan idrakinin iştahı var. Əcdaha kimi açar ağzını, deyər, ver mənə həqiqəti. İnsan idraki əcdaha kimi ağzını açanda peyğəmbərlər hiralarına çəkilirlər. Əcdaha kimi açır ağzını ki, bura arad. Mən kiməm? Bura arad. Mən kiməm? Vermir adam özünü o sualı. Sualları da saxtalaşdırırlar. Ki, məktəb tərbiyəsi tərbiyəsizliyi oldu. Kilsələri, məscidləri tənqid elədilər, çox yaxşı elədilər. Konfutsi elə deyirdi. Yalancı dindarlar küstürdü adamları dindən. Bezdirdilər. Oturdular adamların həyatına. Və bu məktəblər də bezdirdi bizi. Bunu da tənqid eləyin. Bu maarifçilik də eynən dinlərin yolunu getdi. Süni, saxta, həqiqət axtaran yoxdur savad alanların içərisində. Acayibdir. Biz həqiqətə hamiləyik. Mütləq 40-dan sonra doğmağa başlamalıyıq onu. Normal böyüyür isə. Kişinin üzünə tük çıxması kimi bir şeydir bu. Həyəcana zada qapılır adam, oğlanlar, məsələn,
gənc vaxtı ki, görüm mənim düzümə tük çıxacaqmı? Deyə həyəcanlanırlar bəziləri. Amma çıxır da, proseslər doğru gedirsə çıxır. Proseslər doğru gedirsə insan 40-dan sonra həqiqətə doğru getməlidir. Bütün proseslər pozurlar. Və o əməl ki, eləyirsən şükranlıq əməldə yetişir və səni yetişdirir. Ondan sonra yetişmiş insan yaranır. Sonra da bir ayrı yollar var. Amma mən bundan başlayardım. Şükranlıq yoxdursa o adamın həyatı tökülüb gedir. Sökülüb gedir. Toxuyur, sökür, toxuyur, sökür. Əgər siz dirilirsinizsə, sonra sizin ömrünüzə bir kitab girir. Daima oxuyacağınız bir kitab girir. O kitablar yer üzündə azdır. 5-6 dənə elə kitab var. Zaten danışığımda dedim o kitabda, Quranla bağlı. Ya İncillə olsun, ya Dhammapada ilə olsun. O kitab girməlidir həyatınıza. Hər səhər bir səhifə, 2 səhifə oxumalısınız o kitabdan. Mən elə edirəm. Və o bir prosedurdur. Qızlar səhər durarlar, saçlarını darayarlar. O darağa ölü saçlar keçər. Təmizləyirlər, atırlar. Bu qəlbimizi daramaq üçündür, bu kitab. Bu belə dərinləşmək yoludur. Hər kitab elə kitab deyil. Darayırsan qəlbini, bir şeylər çıxır. Görsən ki, ayələr ilişir, bir şeylər çıxar qəlbindən. Görsən, bu artıq idi məndə. Və sənin özünün oxuman yaranır. Bir var, səni öyrədirlər, bu ayrı bir şeydir. Məsələn, mən fərqindəyəm ki, mən öz-özümə öyrənirəm də İslamı. Mən bayaq dedim, cəmaatın qapıdan girdiyi yerə mən bacadan girmişəm. Fərqindəyəm. Fəlsəfəyə də mən bacadan girmişəm. Mühəndis adam gəlib girib fəlsəfəyə. Bu həmişə normal yolu deyil də. Amma bu prosesdə bilirsiniz nə olur? Oxuyursan, sən öz diqqət elədiyin yerlər olur bu kitabda. Filan ayəyə diqqətləmsən. Sonra bir ilahiyyatçı ilə danışsan, görsən ki, onun üçün bu nöqtələr aktual deyil. Çünki onun öz oxuması var. Sənin üçün aktualdır, sən onu deyəndə deyir, belə bir ayə var orada. Deyirəm, xoflanıram, deyirəm, doğrudan. Mən hədis kitabları da oxumuram, başqa heç bir şey də oxumuram. Mənim belə vaxtım ancaq Qurana gedir. Ona görə mənim başqa mənbəm yoxdur ki, mən hardansa öyrənmişəm. Axtarıram, axır tapıram ki, filan surədə filan ayə var da, budur. Yanımda qalmır mənim, belə böyük yaddaş yiyəsi deyiləm. Amma fikir tutubsa məni, fikir mənim ömrümdə bir mərhələyə keçibsə, çevrilibsə, mən ondan istifadə eləmişəmsə, yaşamışamsa onu, o mənim yadımdadır. Deyirəm ki, və sonra fikirləşirəm ki, acaba bu profesional ilahiyyatçıdır. Necə olub ki, bunun yadında yoxdur? Çünki o başqa yollarla gedir. Onun üçün başqa nöqtələr aktualdır. Ədəbiyyat mütəxabatı var, siz məktəbdə keçirlər, ədəbiyyat tənqidi də keçirlər. Deyirlər, məsəl üçün, bu əsərdə filan nöqtələr daha önəmlidir. Otello Desdemona'nın boğma səhnəsi, məsələn, tutalım ki, daha önəmlidir. Başlayırlar, bundan danışırlar. Uşaqlar da inşa yazanda həmən nöqtəni başlayır təsvir eləməyə. Amma o əsərdə sən özün oxuyanda sənin üçün aktual tamam başqa bir şey olacaq. Başqasının aktual yerini götürmək lazım deyil. Oxuduqca o kitabda özün aktual yerlərin yaranır. Və bir kitab lazımdır. Güzgü kimi baxasan ona hər gün. Daraq kimi darayasan qəlbini oynan. Bir kitab lazımdır. İlk dəfə mən bu ilə rastlaşdım. Artıq dəfələrlə demişəm, amma yenə deyəcəm. Robinson Crusoe-nu oxuyanda, Daniel Defoe'nun məşhur bir kitabı vardı. Biz uşaq olanda həmişə onu oxuyurduq. Və orada oxudum, orada gördüm ki, Robinson Crusoe adada bir sandıq ələ keçirir və o sandıqda çox maraqlı şeylər olur və ən maraqlı şey 2 dənə bir əşya olur. Birisi balta, o birisi Bibliya. Və hər axşam özünün düzəltdiyi, keçi piyindən düzəltdiyi şam işığında o kitabı oxuyurdu. Mən də uşaq deyirəm, bir kitabı maksimum 3 dəfə oxuyarsan da, köhnə qəzetləri oxumaq qədər anlamsız bir şey deyilmi?
Oxudum, qurtardım da. Başa düşmürdüm ki, adam o kitaba sarılıb, oradan ümid alır, oradan işıq alır, oradan yaşayır. İnsanın qəlbi Allah sözünə möhtacdır. Müdriklük sözünə möhtacdır. Və o oradan qidalanırsa, o insan olaraq qalır. Və özünü düzəltməyin də yolunu bilir. Allah səninlə onun kitabı vasitəsilə danışa bilir. Sənə nəyisə aktuallaşdırır, nəyisə göstərir sənə o kitabdan. Bir çox şeyləri anlamırsan. Anlamıram, çox şey də anlamıram. Amma anladığın nöqtələr səni yedizdirir, səni bəsləyir. Və bu mənada mən məsələn çox oxumaqdan dərin oxumaq metoduna keçdim hardasa 40-dan sonra. Ona görə başladım zamanadan geri qalmağa. Məsələn, son bəlkə 15-20 ildə çıxan heç bir kitab oxumamışam. Heç bir yazarı da oxuya bilmirəm. Heç nə də oxuya bilmirəm. Tərcümə elədiklərimi oxumuşam təbii ki, son 10-15 ildə. Bir də elə oxuduğum təkrar Dhammapada'dır, Qurandır, Lunyudur, Gitadır, İncildir. Zəburu açıb oxuyaram hərdən Davudun göz yaşları ilə rastlaşmaq üçün. Necə böyük ruhiyyəsi olubdur. Bunlar çox zəngin bir ədəbiyyatdır. Və oxuyursan bir aya, 2 aya sənə o dərinlik dalğasını verir. O ilə gedirsən həyata. Kök alırsan. Məsələn, musiqiçilər bilirlər ki, aləti kökləmək lazımdır. Girdin havaya çıxdın, kök dəyişir. Məsələn ki, metrodan bir dəfə keçin gəlin, kökünüz dəyişəcək. Hərə sizə bir baxışla baxacaq, kökdən çıxaracaqlar sizi. Ruslarda geçən rastroitsa sözü var. O nastroitsa sözü ilə birdir. Adamı kökdən salırlar. Kök sözü də bu belə yaxşı sözdür. Bayaqki köklüklə də bağlanır. Adamı kökdən salırlar. Qəlbi kökünü itirmişlər. Sonra doğru düzgün çala bilmir qəlbləri. Səslənə bilmir qəlbləri. Ona görə adam özünü daima kökləməlidir. Belə bir kitabı olmalıdır hər sivilizasiyanın. Var o kitablarda. Və nə qədər qədim təsir bağışlasaq da, geriçilik təsir bağışlasaq da, oturursan. Məsələn, mən gəncliyimdə təsəvvür edəməzdim ki, mən axırda Quran oxuyacağam. Heç ya, heç. Heç bunun ağlıma gəlməzdi. Deyərdim, qara güruhdur. Elə görürdü, elə göstərirdilər. Amma bu cürdür. İnsanın mütləq qidalanan yeri olmalıdır. Mütləq. O mənada belə bir kitab lazımdır müasir adama da. Bu bir qida mənbəyidir. Amma çox oxumaq falan, oxuya əgər zərər vermirsə, diqqət elə özünə. Diqqət elə, bu səni tarazlıqdan çıxarmırmı? Mütləq adamın bir dəngəsi olmalıdır. Ki, məsələn, nə qədər yeyəcəksən, bu qədər enerjin varmı onu həzm eləməyə? Buna da diqqət elə. Qaça-qaç deyil. Məsələn, mən çox az musiqiyə qulaq asıram. Çox az filmə baxıram. Kanalımda filmlərdə müzakirə edirəm. Amma valla inandırım sizi ki, 3 ayda bir filmə baxaram ya yox. Çünki həzm eləməyə vaxtım qalmır. Həyatda o qədər gürdür ki, getsən işdə 100-dən şey eşidirsən. Bütün günə, hələ bu gözlə gördükləri oxuyub qutarmaq lazımdır. Məsələn, indi sizlə söhbət elədim, bunun təəssüratını gedəcəm indi evə gedə-gedə oxuyub qutarmağa çalışacağım ki, nə idi bu? Bunu da oxumaq lazımdır. Bu qəlbdə o qədər nədir ki, bu balaca bir resursu var bunun. Ömür də balacadır. O mənada oxuma mədəniyyəti də, oxuma gigiyenası da pozulmuş durumdadır. İnsan özünə çox həssas yanaşmalıdır, düşünürəm. Məsələn, baxın, mənim çox qısa yaddaşım var. Adamlar görmüşəm ki, çox yüksək yaddaşları var. Mən başa düşürəm ki, mənim ramım balacadır. Telefonlar kimirik də bizdə. Hərənin öz ramı var. Kiminsə ramı çox yüksəkdir, o çoxdur doldurur da oraları. Məndə çox deyil.
Ona görə mən də özümə baxıb hərəkət edirəm. O qartaldır, mən sərçəyəm. Mənim üçün əsas uçmaqdır. Hava ilə təmasdır. Onun üçün də bu əsasdır. İndi o nə qədər gedir, mən nə qədər gedirəm. Bunlar şeydir. Hər kəs insan özünə baxmalı, öz həddinə baxmalıdır. İndi mən durub demək istəmirəm. Elə adamlar da gördüm ki, məndən çox-çox savadlıdırlar. Amma ölü kimi bir şeydir. Az qala professorluq ölülük rəmzinə çevrildi. Çox oxuyublar, çox bilirlər. Qəlb ölüdür. Var olan içində də diri adamlar var. Amma az qala istisna durumunda, qayda durumunda deyil. Çox, bizim hər şey bizi diriltmək üçün. Yəni, Nizami deyir də, birinci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. Mən indi bu su mənə ehtiyacım var da, mən bu suyu da elə götürürlə bəziləri yazır, gündə 3 litr su içməlisən. Hardan çıxartdılar bunu? Nə qədər tələbatın var, o qədər içməlisən də. Çox su içməklə bütün floranı məhv edə bilərsən içəridə. Başa düşürsən, sudur da. Oxumaq da həmçinin. Çox yemək yaxşı şeydir deyə bir şey yoxdur. Çox oxumaq yaxşı şeydir, elə bir şey də olmalı deyil. Hər şey sənin sonuçda effektivliyin üçündür. Dediyim kimi, Allah insanı yaradanda planı olub Allahın insanla bağlı. Ki, mən fəaliyyətli, həqiqətdən alışıb yanacaq və sonra da bu dünyanı düzəltməkdə işləyəcək, yorulmadan, xidmət eləyəcək adamlar yetişdirəcəm. Şikayət eləmədən, hər elədiyi işdən sevinə-sevinə, məmnun ola-ola, qocala-qocala, ölə-ölə mutlu bir varlıq olacaq. Bunu biz yetişdirə bilmirik. Biz professor yetişdirə bilirik. Oxuduruq adamlar, akademik də yetişdiririk. Nə olsun? Bu qədər savadlı adamların içərisində nə qədər Cəlaləddin Rumi yetişir? Sən bu qədər oxuyacaqsansa, Cəlaləddin Rumi olmayacaqsansa, Bəhmənyar olmayacaqsansa, nə bilim, Eynəlquzat Miyanəçi olmayacaqsansa, İmam Əli olmayacaqsansa, nəyə lazımsın? Şimdi deyirlər, bir bütpərəstlik də var da şurada. Sən nə adlar çəkirsən belə? Allah o adları bizə örnək olaraq çəkib. Qurandakı sizin qardaşı, nə bilim, onların qardaşı, bunların nə söz desin ki? Baxın, filan kəsdə sizin üçün örnək vardı. Baxın, Musaya biz bunu verdik. Niyə? Səmimi idi çünki. Bu elmi verdik ona. Niyə? Səmimi idi çünki. Həqiqətən anlamaq istəyirdi. Mən bəzi şeyləri anlamaq üçün doğrudan da biraz yaşamaq lazımdır burada. Yaşayırsan 40 il, 50 il sonra baxıb görürsən ki, bu qədər məktəbə qoyulanlar arasında həqiqət acı yoxdur. Adamların hətta iştahını belə pozuruq biz. İdrak iştahlarını pozuruq. Zorla mətin əzbərlətdir. Amma inanın ki, bu dünyanı Allah elə yaradıb ki, insanı da elə yaradıb. Kimsə həqiqəti dərk etmək istəyəndə, uşaq dünyaya gələndə südü yanında olan kimi, həqiqəti dərk etmək istəyəndə həqiqət həmən yanındadır. Bu qədər sadədir. Üzə tük çıxması kimidir. Sadəcə olaraq insanlar əllərindən gələn ilə gözlərinə zərər vursunlar. Öz niyyətlərinə zərər vursunlar. Şöhrət xəstəliyinə tutulurlar, çıxa bilmirlər. Deyim ki, böyle məndə olmayıbdır heç belə şey. Yox, bu sivilizasiyanın xəstəliyidir. Məşhur olmaq, hamı səndən danışsın, hamı səni tərifləsin, layıqlarının sayı artsın. Kim bundan kənardır ki? Bu tutur və bundan başqa işin olmur adamın həyatında. Bundan başqa işin yoxdursa, Allah da baxır da, qəlbi istəyirsən qatda gina, istəyirsən qatdama gina. Orada nə yazılıbsa oxuyur. Məktubun qırağını belə qatlayırlar ki,
oxumasınlar. Molla keçən anekdotlar var. Deyir ki, sənə deyir belə məktub yazıram, amma bir yaramazın birisi başımın üstündə durubdu deyir. Oxuyur. Heyvan oğlu, heyvan nə bilim nə. O da düşüşdənir, sən mənə yaramaz deyir. Sən niyə oxuyursan bu məktubu? Molla deyir, sən niyə oxuyursan ki, bax mən sənə də buyur. Sən axı məktubu oxumalıdır. Amma bizim qəlbimizdə nə varsa, onu Allah oxuyur və oxumalıdır. Yaxşı insan o vaxt olur ki, Allahdan gizli bir şey olmur. Olanda da onun da tövbəsini edir. Bu dürüstlükdür. Dürüst həqiqət axtaran neçə nəfər oldusa, kim sevdi, kim dedi, eşqin səfası yox. Kim sevdisə mütləq bunun səfasını aldı. Mütləq. İstəyir o çöl. İndi belə şeylərlə Harvard, nə bilim, Oxford, nə bilim, nə? Diplom kultu yaradıblar. Böyük Sorbonna universitetlərin kultunu yaradıblar. Adamları aldadırlar. Və bayaq deyir ki, nətər olur ki, səhrada yetişmiş, heç bir akademiya qutarmamış adamın kitabını artıq 1000 ildən çoxdur ki, oxuyurlar, dərinliyə heyran qalırlar. Niyə indi yarada bilmirik o dərinliyi? Nə olub bizə? Bizə nə olub? Bu boyda savadla biz o dərinliyi yarada bilmirik. Ondan sonra bütpərəstliyə keçəcəyik. Deyəcəyik ki, o kişilər dinozavr idilər. Gəldilər, getdilər, qırıldılar, daha yoxdur belələr. Adama açıq deyirlər, mən özümü filosof adlandırmağa başlayanda o qədər adam mənə pis-pis sözlər yazırdı ki, sən niyə filosof olursan ki? Deyirəm, nədir, bu dinozavrdılar bunlar. Qırıldılar, getdilər. Yazıcı dünən var idi, indi də var. Futbolçu dünən var idi, indi də var. Rəssam dünən var idi, indi də var. Filosof dünən var idi, indi yoxdur. Olmamalıdır. Hardan çıxdı bu? Yəni, həqiqət, bu söz də belə sadə söz, filosofiya, yəni həqiqəti, müdriklüyü, hikməti sevirəm deməkdir. Hikməti sevən adamlar yoxdur? Yoxdur. Doğrudan da yoxdur. Ona gəldik, çatdıq. Və neçə adam səmimi şəkildə şey qoyursa ortalığa, onlar çatırlar. Valla səmimiyyəti 50%, 40% olana belə Allah bərəkət verir. O belə olmur bəzən. O sirri də açır, deyir ki, bax, Musa səmimi idi. İbrahim səmimi idi. Onu biz onlara sitayiş eləyək deyə verilmir. Onların izi ilə gələk deyə verilibdir. Onlar sizin qardaşlarınızdır. Onların yaranışı ilə sizin yaranışınız arasında bir fərq yoxdur. Ürəyi eyni materiyadır. Ömür eyni materiyadır. Sadəcə olaraq bitirmək lazımdır, çörək kimi pişirib qoymaq lazımdır ortalığa. İsa məsələn deyir, 33 yaşında çox nadir adamlar yetişir. İsa Peyğəmbər deyirdi ki, mən çörəyəm, yeyim mən. Çox belə qəribə estetikada sözlər işlədirdi İncildə. Çünki bu insan çörək kimi bişməlidir də, yanıq çıxırlar peçdən. Həyatın peçindən yanıb çıxır ömürlər. Proseslər doğru getmir. Və bu doğru proses də vardır. Mənim isə ilham mənbəyim budur. Bundan danışıram, hara gedirəmsə. Bir şey əlavə eləmək istədim. Bizim həyatımızda çətinliklər olur da. Hamıya elə gəlir ki, təsadüfən olub da, mənim valideynim bu cürdür, bu təsadüfdür, mənim həyat yoldaşım bu cürdür, evladlarım bu cürdür. Yox, dərman var sizin situasiyalarınızda. Məsələn, çətin valideynlə münasibətləri düzəldib öyrənəndən sonra sən çox böyük mütəxəssis olacaqsın. Sən kim olmalıydınsa, o zaman olacaqsın. Ustad olacaqsın. Qaşıq-qaşıq valideyn və yemək yedizdirəcəksən, o da qaşığı vurub atacaq. Amma sən götürüb təzədən qaşığı yuyub gətirəcəksən, ona yemək yedizdirəcəksən, sən bu yolu keçə biləcəksənsə, sən yer üzünü düzəldən adamlardan ola bilərsən.
Sən bunu orada, sən evladınla münasibətlərdə böyük məktəb keçə biləcəksənsə, sən yer üzündə Allahın işığını aparan, tətbiq edən bir varlıq ola biləcəksən. Bu ustalıq tələbləyir. Bu şeyləri harda toplamaq olar? Ailədən. Ailəni çıxarıblar. İndiki adam bir tərəfdən uşaq istəmir, gənclər, bir tərəfdən valideynlərini istəmirlər. Fikir verirsiniz? İkisini də eyni vaxtda rədd edirlər. Və Quran da deyir ki, o kəslər ki, deyəcəklər ki, mən ailəmə zərər vurdum. Quran məsuliyyətdən çıxış edir. Deyir ki, bir yaxınlıq öyrənində evladınızla, həyat yoldaşınızla, ata-ananızla, qohum-qardaşla yaxınlıq öyrənin insanlarla. İnsanlarla yaxınlıq elmini öyrənə bilməyənlər Allahla necə yaxınlaşacaqlar? Bunu harda öyrənmək olar? Başqa. İndi insan heç öyrənmək istəmir. Elə bir təsadüfdür hər şey. İnsanlarla yaxınlıq öyrənmək çox çətindir. Gəncləri indi məcbur eləmək olmur. Get xalava təşəkkür yaz, bayramın təbriklə, əmvə təbrik yazgıla, zəng elə, xətrini soruşgıla. Olanlara, uşaqlar indi hamısı olublar, individualist olublar. Get qohumla oturmaq istəmirlər. Yorucu gəlir bunlara. Çünki belə oturmaq lazımdır. Necəsiz deyə soruşmaq lazımdır. İşləriniz necədir? Sünidir, düzdürmü? Olsun. Süni nəfəs verin özünüzə. Əgər həqiqi nəfəs çıxmır. Günlərin bir günü həqiqi soruşacaqsan, necəsən? Bir dəfə doğru düzgün necəsən soruşmağı öyrənsən, dünyanı dəyişdirərsən. Dünyada təkcə heykəllər qalmır ki, gözəl bir hal-əhval soruşmağın da ölümsüz ola bilər. Heç üstündə müəllifi yazılmasa belə, o dolaşacaq insanların arasında. Bir çox gözəl şeylər əslində müəllifsizdir. Müəllifini bilmirik. Allah bilir və onlar dolaşır bizim aramızda və onlar ölümsüzdür. Biz də ölümsüz şeylər qatıb getmək. İndi həmişə belə şöhrətə qaçırlar ki, bu mənim adıma yazılsın, müəllif hüququ mənimdir, falan beşməkan. Keçmişdə belə olmayıblar adamlar. Və öyrənmək lazımdır valideynlərlə ünsiyyətdən. Konfutsi bunu elə belə də deyirdi. Birisi deyir, valideynlərə deyir qulluqda qüsursuzdursa, onu dövlət idarəçiliyinə qoymaq olar. Qonşularla, qohum-qonşu ilə münasibətdə qüsursuzdursa, onu dövlət işinə qoymaq olar. Çünki bu praktikadır. İndi məsələn məktəbə gedirlər, sonra praktikaya göndərirlər də mütəxəssisləri ki, ən axırıncı aşamada ki, öyrənsin. Ailə insanlıq elminin praktikasıdır. İndi adamlar praktikadan qaçırlar, dərsdən qaçırlar. O necə böyüyəcək? Amma mənim bu dediklərim biraz sonra üçündür da ki, tamam bu şeyləri keçsinlər, sonra bunları, mən elə ki, arıqladan müəlliməm də, bu şeylərdən imtina eləyərsiniz. Amma mümkün deyil, uşağı məktəbdən ayırmaq mümkün deyil. Hüquqi baxımdan da mümkün deyil. Eyni zamanda zəmanədən də geri qala bilərlər. Yəni, qaldırmaq çətin olar sonra ona bu şeyləri. Risklər çoxdur, ürəyini bulandırarlar, valideynlə əlaqəni qopararlar. Ona görə hələlik palaza bürünüb ellə sürünmək biraz şeyinə olacaq. Amma eyni zamanda başqa bir şeylərdə informasiya da verin də. Özünüz qidalansınız o informasiyanı. Onlar Bluetooth-la alacaqlar sizdən onu. Heç danışmaq da lazım deyil. Yaxın adamların arasında münasibətin gözəlliyi odur ki, adamlar bir-birindən Bluetooth-la informasiya alırlar. Sənin ürəyində, məsələn, Allah qorxusu olursa, uşaq bunu hiss edir. Ki, mənim atam qorxur səhv eləməyə. Ən önəmli informasiya uşağa ötürə biləcəyiniz əxlaqla bağlı budur. Bunu danışmaq da lazım deyil ki. Mühazirə söyləmək lazım deyil.
Yəni, zaten uşaqlar sevmirlər öz valideynlərlə mühazirə. Özgələri sevər. Hə. Yaxın uşaqlara ehtiyacı yoxdur. Onlar bluetooth qoşurlar sənə, görürlər ki, səndə nə var. Bir də onlar Hə, onu görsə o əlavə kitablar oxumağa tezləyir. Nağıllar oxuyun da. Qəşəng nağıllar oxuyun. Özləri evdə var. Hə, özləri də oxusun, siz də oxuyun. Qəşəng birlikdə vaxt keçirin. Düzdürəm, mənim yoldaşım məsələn oxuyurdu onlara Carlsonun hekayələrini, Astrid Lindgrenin kitablarını oxuyurdu, nə bilim Mary Poppins oxuyurdu. Birlikdə oxuyurdu, mən də gülürdüm, onlar da gülürdü belə hamımız. Sonra nağıllar oxuyurduq, nə bilim Gürcü xalq nağılları, nə bilim Rus xalq nağılları, Azərbaycan xalq nağılları. Nə əlimizə keçirdisə də, nağıllar yaxşıdır, fantaziyanı işə salır. Həm də nağıllarda həmişə xeyir və şər balansı çox, onları müdriklər düşünüblər keçmişdə. Xeyir-şər balansı, xeyir axırda qalib gəlir. Qoy bu motiv otursun beyinlərinə. Sonra onların həyatını müəyyən mənada proqramlaşdırır. Onlar bilirlər ki, onlar Məlik Məmməddirlər. Axır mütləq bir divlərə qalib gələcəklər, işıqlı yolu tapacaqlar. Məsələn, bax, fəlsəfəyə də inanmaq lazımdır. Mən məsəl üçün danışanda auditoriyada, məsələn, burada indi hamısı hal əhlidir. Amma məsələn, girirsən şeyə, auditoriyada adamları zorla tutub gətiriblər də, universitetlərə doldurublar və sən onlara dərsə, hər cür adam var. Səni də axtarmayıb, eləməyib, sən də ona lazım deyilsən. Onda, məsələn, hiss edirsən ki, bu fəlsəfəyə də, həqiqətə də uymaq lazımdır. Sənətə də uymaq lazımdır. Məsələn, kinoya baxırsan, əgər bilsən ki, bu ağ pərdədəki işıqlardır, yanan işıqlardır, bunu elə görsən və təsəvvürləsən ki, hər səhnənin ətrafında 30 nəfər adam dayanıbdır, çəkirlər bunu. Belə bir ayıqlıq, o negativ ayıqlıqdır. Səndə olsa, gəlib Şaxta babanın saqqalını dartan uşaqsansa, bir çox şeylər də çətin olacaq sənə. Belə bir qarışıq durumdur burada. Ayıqlıq ümumiyyətlə yaxşı şeydir. Amma bir negativ ayıqlığa da kökləyirlər adamları. Adamlar sonra heç nəyə inanmırlar. Heç nəyə inanmırlar. Sən deyirsən, sənə də inanmırlar. Yəni, sağalmazdımı? Yox, Allah sağaldacaq. Allah hər kəsin ən yaxşı həkim odur. Bilir onun dərmanı nədir, ona yetərli qədər problemlər qoyacaq. İnşallah ki, şanslar yaradacaq sağalmaq üçün ona. Amma sən sağaldanmazsan da, sən bir şeydir. Gərək söhbətə uyan olsun. Məsələn, rəsm əsərinin hipnozuna düşə biləsən gərək. Kim o hipnoza düşürsə, o əsərdən çox şey götürür. Məsələn, ya hekayə danışır da, hekayə danışırsa, bir virtual reallıq çəkir sənin gözün qabağında. Sən gərək oraya girmək istəyəsən, etibarın olsun. Sən o söhbətə girmirsənsə, onda heç nə anlamır da. Və ya məsələn, sən danışsan, o da fikirləşir ki, bu məndən nə qədər istəyir görəsən. Belə bir ayıqlıq olur, heç nə də almır, gedir. Bu negativ bir ayıqlıq da var. O adamlar həmişə var, həmişə. Amma normal halda insan ürəyi belədir ki, o sevmək çox adamın həyatında olur. Düzdürmü? İnam da elə o qədər saydadır. Bütün insanlar sevmək istəyirlər hardasa, sevməyin nə olduğunu bilirlər, bilməyənlər də var. İnam da potensial olaraq hər kəsdə də var. Ona görə nağıllar yaxşıdır. Nağıllar ən ciddi ədəbiyyatdır, mənə görə. Hind kinosu da ən gözəl kinolar idi. İndi çəkilənləri yox. Mənim anam, məsəl üçün, aparırdı kinoteatra, özü baxmaq istəyirdi, məni də götürdü özü ilə. Ağlayırdı, baxırdı, ağlayırdı. Mən də baxırdım ona, mən də ağlayırdım. O xeyir, şər səhnələri falan, bir-birini itirirlər insanlar, sonra tapırlar. Bu nə qədər gözəldir. Primitiv saya bilərsiniz onu, amma sonra baxırsan ki, hamının itirdiyi dünyada tapılmağın sevincini yaşamaq, yaşatmaq. Sonra böyük bir yol keçib, sonuçda hədəfə varmaq. Bu nə qədər gözəl bir şeydir. Yazıçılar bunun hekayələrini danışırlar da. Ona görə də nağıl da bunların təməl klişesidir. Bütün yazarlıq nağıllardan başlayır. O açıdan Quran da görürsünüz ki, nağıl dilləri ilə danışır.
Belə bir adam var idi, belə bir əhvalat var idi. Məsələn, Yusifin nağılı çox gözəl nağıldır da, hekayət. Məsələn, mən adətən dərslər başlayanda bu semestr iki universitetdə dərs deməyə başladım və evə gələndə həmişə deyirəm ki, oy da necə çətindir. Məsələn, filan qrup, xüsusilə yuxarı kurs uşaqları ilə danışmaq daha çətin olur. Artıq təcrübə var. Belə inamsız da baxırlar. O aşmaq çox çətindir də. Şikayətlənirəm deyirəm, amma məsələn dekabr ayı keçəndə başlayıram həzz almağa dərs deməkdən. Çünki dekabra qədər hardasa 60-70%-ni bişirirəm uşaqların. Söhbətlərin içində bişirirlər. Axır anlayırlar ki, bu adam bizə pislik eləmək istəmir də. Bu adam nə tərdə olmasa bir də kontakt tapa bilirlər də. Görək ki, bu adam pis adam deyil də, ziyansız adamdır. Pislik də arzu, kəsmək fikirdə yoxdur onları. Özünü göstərmək fikirdə yoxdur. Nəsə bir şeylərlə paylaşmaq həvəsi var. Və ondan sonra onlar mənim tələbəm olurlar. Hamısı yox, bir xeyli qismi. Ondan sonra dərs qutarana yaxın, dekabrın sonunda biz həqiqətən müəllim tələbə oluruq. Ondan sonra da sağollaşmaq vaxtıdır. Maalesef bu belədir. Olur. Yəni, mən illərdir dərs demişəm. Və məsələn, müəllimliyin həvəsi məndə oradan yarandı ki, çox minnətdar tələbələrim yarandı mənim. Və ona görə mənim müəllimliyim şeyi çıxdı. İnstitut və ya universitet və ya məktəb divarlarını aşdı. O aşanda başa düşdüm ki, həqiqi müəllimlik budur. Normalda bütün müəllimlər ancaq elə o auditoriya çərçivəsində müəllimdilər, ondan o yana çıxmırlar. Amma həqiqi müəllim olursansa, sən mütləq aşırsan o divarları, keçirsən kənara. Məsələn, Xudu Məmmədov elə bir müəllim olubdur, tutalım. Asif Ata elə bir müəllim olubdur. Bizdə örnəkləri var bu cür müəllimlərin ki, divarları aşıblar. Əbülfəz Elçibəy elə müəllim olubdur. Müəllim olublar da bunlar. Və məsələn, mənim də həyatımda o tələbələr şey olublar. Onlar mənə çox kömək elədilər, dəstək elədilər. Mən başa düşdüm ki, deyəsən bu məndə alınır. Bu yaxşı şeydir. Və sevdirdilər mənə bu peşəni də. Olur, belə də olur. Məcburiyyətən də olur. Təbii ki, bu cür də olur. Amma önəmli olan da budur ki, indi bəlkə də belə bir şey yaratmaqla da, dissonans yaratmaqla da mən söhbətlərimlə biraz ayıqlıq yaratmağa çalışıram ki, məsələyə bir baxa bilsinlər. Bilirsiniz, bəzən bu alimlər gəlirlər, birisi bir tərəfini şey deyir, sonra o birilər başlayırlar, bu tərəfini belə deyirdi. O tərəfini deyirdi, çünki tərəzini basmışdınız bu tərəfini. Bu da gəldi, əlini vurdu bu tərəziyə ki, biraz düzəlsin, cəmiyyətin münasibəti şey olsun da. Sonra deyir, yox, bizim müəllim deyib ancaq bura basma. Yox, istəyəndə burada basın. Gördün ki, bu tərəfini çox əydilər, bura basın. Bura olanda bu birisinə basın. Yəni, alimlər də o cür olublar. Alimlərdən də doğru düzgün istifadə edə bilmirlər. Alimlərin məsələsi, onlar cəmiyyətin həkimləridirlər. Onlar cəmiyyətdə doğru düzgün bir yanaşma formalaşdırmağa xidmət edirlər ki, orta bir, bərəkətli bir yanaşma yaransın ki, bu işlər məhsul verməyə başlasın. Onlar içərisində yaşadıkları cəmiyyəti çox yaxşı bilirlər. Məsələn, biz indi içərisində yaşadığımız cəmiyyəti az-çox hiss edirik. Amma məsələn, biz 70-lərdəki Azərbaycanı hiss edə bilmərik. O çox çətindir. Və ya başqa ölkədəki cəmiyyəti hiss edə bilmərik. Mən bunu o qədər təəccüb içərisində məsələn, özüm üçün kəşf elədim ki, Amerikanların institutları var da, onlar bilirsiniz, bütün dünyanı öyrənirlər. Onlar bütün dünyanı öyrənirlər ki, dünyanı zəbt eləsinlər. Etnoqrafiyasını öyrənirlər, psixologiyasını öyrənirlər, sosiologiyasını öyrənirlər, psixologiyasını öyrənirlər hər bir ölkənin və heç vaxt ora çatmırlar. Çünki oranı öyrənmək üçün oradan olmaq lazımdır. Əlaqə itir. Gərək xalqın adamı olasan ki, oranı qəşəng hiss eləyəsən. Onlara təsirli söz de.
ayəsi var. Məsələn, rəhmətli Hacı Şahin niyə görə təsirli söz deyə bilir? Bu torpağın oğlu idi. O bu cəmiyyətin oğlu idi. Yetişdi, Allah yetişdirdi onu və o bilirdi necə danışmaq lazımdır. İntellektualı ilə də, adisi ilə də bütün ehtiyacları ödəyə biləcək dərmanları var idi onun. Ona görə belə uğurlu natiq idi. Uğurlu da bir ömür qoydu, iş gördü, çıxdı, getdi. Mən ərəbcə bilmirəm. Burada ərəbcə bilən yetərli qədər insanlar var. Mən ərəbcə bilmirəm. Mən belə körafəyim yolla getdim. Rusca, türkcə, azərbaycanca, ingiliscə, nə tərcümələr, bildiyim dillər bunlardır. Bunlardan başladım tərcümələri oxumağa. Ondan başladım ki, məsələn, bu kitab mənim ürəyimə daha yaxın. Başladım onu oxumağa. Və o zaman bir xeyli də mənə başladılar müdaxilə. Sən kim olursan? Sən bu boyda elmi keçməmisən. Yəni, bu tərəfdən yenə sanki deyir ki, birbaşa girmək, oxumaq ilə. Mənə əngəl olurdular. Mən məcbur oydum o adamlara cavab verir. Yerin işinizlə məşğul olun da. Mən cavab verəcəm özümə də. İcazə verin, mən belə tanışım. Mənim vaxtım yoxdur. Mən 40 yaşımda başlamışam Quran oxumağa. O vaxtdan sonra mən ərəb dilini öyrənsəydim nə olacaqdı, öyrənməsəydim nə olacaqdı. Bir də bu adamlar ərəbcə öyrəniblər də. Bir də ki, adam bu kitabı oxuyanda tərcümədən belə. Allahın da bir lütfü var. Allahın lütfü olmadan ümumiyyətlə adamın ağlı böyümür. O lütf verəcəksə, sən bunu öyrənəcəksən. Yəni, bu mənada mən bu fikrin ki, yəni ustadsız birbaşa girmək bir şeyə fikrinin həm o tərəfinin acısını çəkmişəm, həm bu tərəfinin. Yəni, bu mənada doğrudan da adamı qoymurlar. Bir sürü adam var ki, sən öz başını anlaya bilməzsən. İcazə verin, gedirəm də mən bu yolu da. Qüsurlu gedirəm, bəlkə bir təkəbbürlüyəm, bəlkə... Amma mənə bir təzə bir fresh yanaşma verirdi. O təzə yanaşmanın özü mənə maraqlı gəlirdi. Bu mənim ömrümdür də. Sən bu cürsən, okey, sən də get ustadla məşğul. İndi sonra bir şeylərə gəlib çıtandan sonra baxıb görəm ki, gəlib yol çıxmış ustadlar da var. İndi deyir ki, onlardan öyrənməyin. Bu da xəstəlikdir axı, bu da təkəbbür yaratmaq. Hər kəsin də imkanı yoxdur onu oxusun. Hər kəsin o qədər zəkası yoxdur, o qədər qəlbinin genişliyi yoxdur o ayələri orada səsləndirə bilsin. Bilirsiniz, sazın yekə bir korpusu olmalıdır ki, o səs orada əks-səda versin, o gözəllik çıxsın orada. Biz filan kəsin qəlbini deyir, İslam üçün genişləndirir. Saz kimi olmalıdır adamın qəlbi ki, o mənalar orada zəngulə verə bilsin. Hər kəsin də qəlbi elə deyil axı. Və ya başqa bir ayə deyib, onlardan soruş, yeri göyü kim yaradıb? Deyəcəklər Allah. Necə də deyir, özlərini aldadırlar. Doğru cavabdır. Allah qəbul eləmir doğru cavab. Doğrudan da yeri göyü kim yaradıb? Allah. Cavab doğrudur. Və niyə Allah qəbul eləmir? Özlərini aldadırlar. Doğru cavab o deyil. Doğru cavab Allahdır. Ələ salmaya oxşayır. Ona görə ki, hər kəsin qəlbində eyni səslə, bunu mən harada bildim, Buddanın bir tələbəsi bir dəfə gedir, kənddə danışır, gəlir, deyir ki, müəllim, getdim, bax, sizin sözlərinizi belə danışdım, düz elədim. İstəyir ki, müəllim onu tərifləsin. Mənim deyir, belə sözlər doğrudur, amma sənin ağzında belə pis səslənir olar. Ona görə ustadın ağzı, qəlbi təmiz olur, əgər təmizdirsə. Orada başqa rəngləri görünür o həqiqətin. Unikal rəngləri görür ki, onda aşiq olmaq olur həqiqətə. Həqiqət gözəl şəkildə, təsirli şəkildə çıxmalıdır ki, aşiq olsunlar ona. Həqiqət zəbt eləsin könülləri. Həqiqətin gözəllik səviyyəsində dərki gərəkir. Bəsit, bayağı formul səviyyəsində əzbərlənməsi heç nə vermir. Həqiqəti gözəllik səviyyəsində yenidən kəşf edən adam lazımdır. O, yaradıcılıq tələb edir, o, lütf tələb edir, yol tələb edir. Ona görə ustadların əhəmiyyətini ləğv edənlər bu şeylərdən xəbərdar deyirlər. Ya da qəsdən cəmaatda lümpen səviyyəni qızışdırmaq istəyirlər. Bilirsiniz də, bu bolşeviklər də lümpenliyi şeylədir. Hamı bərabərdir.
Bu belə qəşəng səslənir ha, egalite, bərabərlik. Fransızlar saldılar beşəyə. Bərabərlik yoxdur. Hə. Bəziləri daha çox bərabərdir. Orada da anlamırlar bunu. Orada da biraz bərabərliyə lağ eləyirlər. Amma insanlar bərabər deyirlər. Heyvanat aləmində bizim sərçələr var, qartallar var, göyərçinlər var. Quşlar aləmində məsələn hərəsi bir cürdür. Biz insanlar da heç bərabər deyilik. Hərənin öz işi var, öz missiyası var. Hər kəs də öz həddini bilib, öz həddi daxilində mutlu olmağı bacarmalıdır. Özünü dərk etmədən xoşbəxt ola bilməzsən, yarıya da bilməzsən. Bu varlıq böyük bir simfoniyadır. Biz də o orkestrin alətləriyik. Skripka səsi çıxarmalıdır. Kontrabas səsi çıxarmalı deyil. Piano səsi çıxarmalıdır. Hər kəs də gərəkdiyi zamanda partiturasını çalmalıdır. Onda gözəl bir musiqi yaranır, səs-küy yaranmır. Gözəlliyə xidmət eləyəcək bir fəaliyyət olmalıdır. Sağ olun.